Gürcüstan Daxili İşlər Nazirliyi akustik silah, elektroşok və qaz spreyləri ilə bağlı yeni qaydalar hazırlayıb. Məlumatda bildirilir ki, akustik silahların, elektroşok cihazlarının və qaz aerozol spreylərinin dövriyyəsinin tənzimlənməsi ilə bağlı qanunvericilik dəyişiklikləri hazırlayıb. Qanun layihəsi artıq parlamentə təqdim edilib. Dəyişikliklərin məqsədi ictimai təhlükəsizliyi gücləndirmək və bu tip vasitələrin sui-istifadəsinin qarşısını almaqdır. Bu tip silahların ölkəyə idxalı yalnız teatr tamaşaları, kino çəkilişləri, tarixi rekonstruksiyalar, yürüşlər və idman tədbirləri üçün əlçatan olacaq. Vətəndaş bu silahı almaq üçün əvvəlcədən Daxili İşlər Nazirliyinin regional şöbəsindən yazılı razılıq almalıdır. Belə silahların daşınması və göndərilməsi də yalnız polis razılığı ilə mümkün olacaq. Elektroşok qurğularının şəxsi istifadə üçün satışı və dövriyyəsi tam qadağan olunur. Bu cihazlardan yalnız dövlət qurumları, xüsusi mühafizə şirkətləri istifadə edə biləcək.